Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif İzə Nəşriyyatının monitorinqlərə hazırlıq kitabındakı tapşırıqları sizlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 53-dəyik. Monitorinq 5-in riyaziyyat suallarını bugün həll edəcəyik. Baxırıq 31-ci suala. Marketdə 11 qutu diş fırçası gətirdilər. Hər qutunun içində 1364 ədəd fırça var. Marketdə cəmi neçə ədəd fırça var? Tapmaq üçün neyini yərik? 1364'ü 11'e vurarıq. Çünki 11 qutudur. Hər birinin də içində 1364 dənə fırça var. Vuraq. 1'e vuranda ədədini özü eləyir. Bu cür yazırıq və toplayırıq. 4, 10, 10, 5, 1. 15.004 B variantı. 32'ye baxırıq. 4348 ədədi ilə 29 ədədinin hasilindən 13760 vahid kiçik olan ədəd neçədir? Deməli, əvvəlcə bu iki ədədi vuracaq. Çünki deyir bunların hasilindən 4348'i deməli 29'a vurmalıyıq. Vuraq. 9'u 8'e 72, 7 yadda. Yadda qalanlar da yazaq, yaddan çıxmasın. 9'u 4'e 36, 7 də yadda 43, 3 yazırıq, 4 yadda. 9'u 3'e 27, 4 də yadda 31, 1 yazırıq, 3 yadda. 9'u 4'e 36, 3 də yadda 39. İndi 2'ni vuraq. 2'ni 8'e 16, 6 yazırıq, 1 yadda. 2'ni 4'e 8, 1 də yadda 9, 2'ni 3'e 6, 2'ni 4'e 8. İndi bunları toplayaq. 2, 9, 10, 16, 12. İndi bu hasildən deyir, bu qədər kiçik olan. Kiçik deyirsə nə edirik? Çıxırıq. 126.092'dən çıxırıq 13.760'ı. 2'dən 0, 2, 9'dan 6, 3, 10'dan 7, 3, 5'dən 3, 2. Deməli, 2'dən 1, 1, bu da 1. 112.332 C variantında düzgün cavab var. Keçirik 33'ə. Tikiş sexində ay ərzində 2370 ədəd köynək tikilir. Bu köynəklərin hər biri 11 manata satılarsa, köynəklərdən nə qədər gəlir əldə edilər? 2370'dir. Hər biri 11 manata satılırsa, satıldığı qiymət elə gəlirdi. Yəni, hamısı birlikdə nə qədər qiymətə satılır bizdən soruşur. Ona görə elə biz bunu 11'e vuraraq cavabı tapacaq. 1'e vuranda ədədini öz eləyir. Yazırıq 2370, digər 1'e vuranda bir vahid soldan başlayırıq. Yine yazırıq 2370 və bunları toplayırıq. Eləyir 26.070 D variantı. 34'e baxaq. İfadəsinin cavabını tapın. Bilirik ki, vurma bölmə birinci olur, sonra toplama çıxma. Burada onsuz da birinci vurma gəldiyinə görə elə ardıcıl yerinə yetirəcəyik. 2476'nı vurmalıyıq 23'e. Vuraq. 3'ü 6'ya 18, 1 yadda. 7'ye 21, 1 də yadda 22, 2 yadda. 4'e vuranda 12, 2 də yadda 14, 1 yadda. 3'e vuranda 6, 1 də yadda 7. İndi 2'ye vuraq. Burada yer qalmadı. Yer düzəldək bunun üçün. 2'nin 6'ya 12 1 yadda, 7'ye 14 1 yadda 15, 4'e 8 1 yadda 9, 2'nin də 2'ye 4 və bunu toplayaq. 8, 4, 9, 16, bu da 5. Vurmanın cavabını tapdıq. 56.948. Bundan da çıxmalıyıq. 6.321'i çıxaq. 7, 2, 6, 0, 5, 50.627 A variantında verilibdir. Keçək 35'e. Hansı bənddəki vurma əməlinin nəticəsi 6 rəqəmli ədəddir? Bunun üçün bir-bir vurub tapmalıyıq. A variantını vuraq. 4321'i 11'e vururuq. 1'e vurmaq asandır. Yenə bayaqki kimi vuracaq. 1, 3, 5, 7, 4. Bu oldu 5 rəqəmli ədəd. 47.531. Deməli bu deyil. Keçirik B variantına. 5264'ü vurmalıyıq 23'e. 3'ü 4'e vuruq 12, 1 yadda. 6'ya vuranda 18, 1 yadda 19, 2'ye yine 1 yadda. 2'ye vuranda 6, 1 yadda 7, 5'e vuranda 15.
İndi 2-ni vuraq. 4-ə vuranda 8, 6-ya vuranda 12, 1 yadda, 2-yə vuranda 4, 1 yadda, 5, 5'e vuranda 10. İndi bunu toplayaq. 2, 17, 9 bir yadda 10, 11 yadda 11, 1 yadda 2, bu da 1. Cavab oldu 121.072. Bu ilə 6 rəqəmli oldu. Deməli düzgün cavab B variantıdır. Siz digərlərini də yoxlaya bilərsiniz, amma biz vaxt getməsin deyə artıq düzgün cavabı tapdıq deyə keçirik o biri suala. Deyir ki, vurma əməlində yazılmayan vuruq neçədir? Məchul vuruğu tapmaq üçün qisməti, daha doğrusu hasili digər, yəni məlum vuruğa bölürük. 768.000-i böləndə 768-ə, 768-in içində 768 bir dəfədir və bu sıfırları da gətiririk birin yanına. Olur 1000. Deməli düzgün cavab 1000-dir. B variantı. Müqayisəsində ulduz simvolunun yerinə yazılacaq ən böyük ədəd neçədir? Əvvəlcə biz vurmanı yerinə yetirməliyik. 268-i vurmalıyıq 476-ya. 6-nı 8-ə 48 bir yadda. Əslində asan yolun deyim ki, yəni bu 8 ilə qutardısa, bu vurmanın cavabı 8 ilə qutaracaq, aydın məsələdir ki, və bunun sonu 8 ilə qutaracaqsa və bu bundan kiçik olmalıdırsa, bunun da sonu 7 ilə qutarmalıdır. Yəni düzgün cavab C variantıdır. Amma ola bilər ki, başqa 7 ilə də qutaran cavablar ola bilər. Onda cavabı həll eləyib tapmaq lazımdır. Amma burada başqa variantlar da yoxdur deyə bu yolda öyrətdim ki, bu cür sadə yollardan da istifadə edə bilərsiniz lazım olanda. Amma yenə də hesablayaq biz. Deməli, vurmuşuq 48, 4 yaddadır. Sonra 6-nı 6-ya 36, 4 də yadda 40, yenə 4 yadda. 6-nı 2-yə 12, 4 də yadda 16. İndi keçək 7-ni vurmağa. 7-ni 8-ə 56, 5 yadda. 6-ya vuranda 42, 5 yadda 47, 4 yadda. 2-yə vuranda 14, 4 də yadda 18. İndi 4'ü vuraq. 4'ü 8'ə vuranda 4'ü 8'ə 32, 3 yadda. 4'ü 6'ya vuranda 24, 3 də yadda 27, 2 yadda. 4'ü 2'yə vuranda 8, 2 də yadda 10. İndi bunu toplayaq. 8, 6. 6 üstə 7, 13. Üstə də 2, 15. 5 yazırıq 1 yadda. 1 ilə 8, 9. Üstünə 7, 16. 1 də yadda 17. Yenə 1 yadda. 1 ilə həmin 1, 2. Bu da 1. Oldu 127.568. Bəli, bundan da bir vahid kiçik olur. 127.567. Keçirik növbəti səhifəyə. 38-ci suala baxırıq. Hər reysdə 1300 sərnişin daşıyan bir ay ərzində 430 uçuş həyata keçirmişdim. Bu təyyarə cəmi neçə sərnişin daşımışdı? Bunu vurma ilə tapacaq. Hər reysdə bu qədərdir, bu qədər də uçur. Yəni bu qədər sərnişin aparır hər dəfə və bu qədər uçursa, bunu buna vuracaq. Sıfırları qoyaq bir qırağa. Əvvəlcə 43-ü vuraq 13-ə. Yəni sonu sıfırdan qutaran ədədləri vurmaq üçün sıfırları kənara qoyarıq, daha asan şəkildə hesablayarıq. 43-ü 13-ə vururuq. Necə vururuq? 9, deməli 12, bu da 13, daha doğrusu 43. Toplayırıq. 9, 11, 5, 6. Sonra sıfırları gəlirik cavabın yanına. Burada 2 sıfır var idi, burada da 1 sıfır vardı. Cəmi 3 sıfır var idi, onları gəlirik. Deməli, niyə yoxdur cavab? Çünki burada niyə 1 yazmışam bilmirəm. 2 ilə 3'ü toplayanda 5 eləyir. 659.000. 559.000. 2 dənə yerdə səhv eləmişəm, bilmirəm niyə. 2 ilə 3'ü toplayanda 5, 1 ilə 4'ü toplayanda 5. Və 3 dənə də sıfırımızı gəlirik. 559.000 A variantı. Hansı vurma əməlinin nəticəsi tək ədəddir? Yenə burada ancaq sonları vurmaqla tapa bilərik. Burada heç ehtiyac yoxdur bir-bir hesablamağa. 6-nı 9'a vuracaq. Çünki vurmada bilirik ki, təklikdə sadəcə son yazdığımız, son təkliklərin hasili olur. Yəni onun üzərinə heç nə gəlmirik. 6-nı 9'a vuranda 54 edir. Deməli bunun cavabı 4 ilə qutaracaq. Bu da tək deyil. 6-nı 8'ə vuranda 48 edir. 8 ilə qutaracaq. Bu da tək deyil. 5'i 1'ə vuranda 5 eləyir. Deməli bu təkdir.
Bunun cavabı tək ədəd olacaq. 2-nin 7 14 edir. Bu da cütdür. Bu da alınmır. Yəni bir-bir hesablayıb vaxt aparmağa ehtiyac yoxdur bu sualda. İfadəsinin qiymətini tapın. Burada təbii ki, birinci bölmələri edəcəyik. Sonra isə cavabları toplayacağıq. 48-i 24-ə böləndə 2 eləyir. 96-nı 48-ə böləndə yenə 2 eləyir. 2-nin də üstünə 2 gəlirik. 4 eləyir. B variantı. 41-ə baxaq. Hansı bəddən ki, məhsul ən böyükdür? Bunun üçün hamısını tapmalıyıq. Burada məhsul böləni tapmalıyıq. Məhsul böləni tapmaq üçün bölünəni qismətə bölürük. Yəni bu qaydalar yaddan çıxıbsa, tapandan sonra mütləq yerinə qoyun. Bəzən götürür uşaq bunu buna vurur məsələn. Sonra o cavabı seçir. Axı sonra yerinə qoyanda burada bunları vursaq böyük bir ədəd alınır. Necə 39 özündən böyük ədədə bölmək olar? Burada düzgün cavab 3-dür. Sonra məhsul vuruğu tapmaq üçün hər zaman bölürük. 76-nı bölürük 19-a. O da bərabərdir 4-ə. Sonra burada yenə böləni tapmalıyıq. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. 80 bölünsün 16. Bu da eləyir 5. Burada yenə məhsul vuruğu tapmalıyıq. Məhsul vuruğu tapmaq üçün bölürük. Yəni hamısını da bölməklə tapdıq gördüyünüz kimi. Bu da eləyir 2. Bizdən böyüyü soruşur. Burada 3, 4, 5 tapdıq. Bunlardan ən böyük 5-dir. Yəni C variantı. Keçək 42-ci suala baxaq. 40 ilə bundan 2 vahid kiçik ədədin cəmini 13-ə böldükdə qismətdə neçə alınır? 40 ilə deyirsə, yəni birinci ədədimiz 40-dır. Sonra bundan 2 vahid kiçik ədəd. 40-dan 2 vahid kiçik ədəd də 38-dir. Və bunların cəmi deyirsə, bunları toplayırıq. Və bunu deyir 13-ə böldükdə. 78-i 13-ə böldükdə 6 eləyir. C variantı. Olarsa ifadəsinin qiymətini tapın. X burada məhsul vuruğun yerindədir. Məhsul vuruğu tapmaq üçün dedik ki, bölürük 3960-ı bölməliyik 45-ə. 39-u bölə bilmirik, 396-nı böləcəyik 45-ə. Böyük ədədi 9 dəfə olsa çox olur. Çünki 9 4-ə 36, üstünə də 4 gəlməli, artıq 40 olacaq. Ona görə 8 dəfə düşür. 8-i 5-ə 44 yadda, 8-i 4-ə 32, 4-də yadda 36, çıxsaq 6, 3, 36, 0-ı gətirsək 360-ı 8-ə vuranda görmüşük ki 360 eləyir. Deməli, yenə 8 eləyir. Yəni, X 88-dir. İndi buradan 70-i 6-ya vurarıq. Əvvəlcə 420 eləyir. 420-ni də 88-ə vurmaq üçün. Əvvəlcə 42-ni 88-ə vuracaq. Sonra da 0-ı gətirəcək cavabın yanına. 16 bir yadda 33. Yenə bu cavab alınacaq. Və bunları toplayırıq. Və 0-ı da gətiririk yanına. Bu eləyir 36960. O da D variantındadır. Keçirik 55-ci səhifəyə, 44-cü suala baxırıq. Tənliyini həll edin. Bu tənliyi həll etmək üçün əvvəlcə bölməni yerinə yetirəcəyik. Çünki bilirik birinci bölmə olur, sonra çıxma olur. Yəni burada hər hansı bir ədəd olsaydı da biz birinci böləcəkdik, sonra çıxacaqdıq. Ona görə biz bu bölmənin cavabını tapmalıyıq ki, görək o həmin ədəd neçədir ki, ondan x-i çıxıb 325 olub. Burada 64-ü 8 sıfırları silərik. Həm bölüləndə, həm böləndə 0 varsa hər ikisindən silə bilərik. Bunda bir dənə olduğuna görə bundan da ancaq birini silirik. Və 6400-ü 8-ə böləndə, 64-ü böləndə 8-ə 8 edir. 2 dənə 0-ı da gətiririk yanına. 800 çıx x bərabərdir 325-ə. X burada çıxılanın yerindədir. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. X bərabərdir. 10-dan 5, 5, 9-dan 2, 7, 7-dən 3, 4, 475 C variantı. 45-ə baxırıq. Məchul ədədlə 28-in qisməti 5048 ilə 4940-ın fərqinə bərabərdirsə, məchul ədəd neçədir? Əvvəlcə bunların fərqini taparıq. 5048 fərq deyirsə, çıxırıq. 4940-ı. 8, 0, ondan 9, 1, 108 edir. Deməli, məchul ədədlə 28-in qisməti deyirsə, yəni 28-ə böləndə cavab 108 alınır. Məchul ədədi tapmalıyıq. Bu məchul ədəd bölünənin yerindədir. Bölünəni tapmaq üçün böləni qismətə vururuq. Vuraq kənarda 108-i 28-ə vuraq.
16 16 nə idi? 64. Bu da 8. İndi 16, bu da 2. Toplayaq. 3024 alındı. C variantı. 46-ya baxaq. 46-ya baxırıq. Tədbirə gələn 696 qonaq hər masada 24 nəfər olmaqla əyləşdi. Bütün qonaqların yerləşməsi üçün neçə masa lazımdır? Deməli, bunu tapmaq üçün 696-nı bölərik 24 yerə. Çünki hər masada 24 nəfər əyləşib. 69-un içində 24 3 dəfə çox olacaq. Ona görə 2 dəfə yazırıq. 48 eləyir buranda. Çıxanda 1, 21 eləyir. 6-nı gətirsək yanına 216-nı böləndə 9 dəfə düşür. 36, 3 yadda, 18, 3 yadda, 21. Bəli, 29 eləyir cavab. C variantı. 47-yə baxaq. Əsmər həftə ərzində 21 saat dərs oxur. O 36 həftə ərzində neçə saat dərs oxumuş olar? Bir həftəni verib 36 həftəni soruşur. Deməli 36-ya vuracaq. Yəni burada həftəni günə çevirməyə falan lazım deyil. Elə 21-i vuracaq 36-ya, başqa heç nə. 6, 12, 3, 6. Toplayırıq. 6, 5, 7, 756 A variantı eləyir. Düzgün cavab. 48-ə baxaq. Tikiş fabrikində 30 gündə 13680 ədəd şalvar istehsal edilir. Şalvarların biri 13 manata satılırsa, bir gündə neçə manat gəlir əldə edilir? 30 günü verib bizə. Biz əvvəlcə bir gündə nə qədər şalvar istehsal edir, onu taparıq. Bunun üçün 13680-i və yaxud da hər tərəfdə 0 var. Hərəsindən bir 0 silərik. 1368-i 3-ə bölərik. 13-ün içində 3 4 dəfədir. 12 eləyir. Çıxırıq 1, 6-ın gətirik. 5 dəfədir. 15. Çıxırıq 1, 8-i gətirik. 18-in də içində 6 dəfədir. 456. Bir gündə 456 şalvar istehsal edilir və biri 13 manata satılırsa, 456-ını da 13-ə vurub bir gündə nə qədər gəlir əldə edirlər, onu tapacaq. 18 bir yadda, 15 bir yadda, 16 bir yadda, 4 3'ə 12, bir də yadda 13. 1'ə vuranda ədədin özü eləyir. Toplayırıq 8, 12 bir yadda, 8, 9, bu da 5, 5928 cavabı tapdıq. Bu da A variantıdır. Keçirik səhifə 56-ya. 49-da deyir 7000 böl 6 bölmə əməldə alınan qalığı tapın. Bunun üçün böləcəyik və qalığı tapacaq. 7-nin içində 6 bir dəfədir. 6 eləyir, çıxırıq 1, 0 gətiririk. Onun içində 6 yenə bir dəfədir. 6 eləyir, çıxırıq 4, 0 gətiririk. 40-ın içində 6 dəfədir. 36, çıxırıq 4, digər 0-ı da gətiririk. 40-ın içində yenə 6-dır, 36, çıxırıq 4 qalır. Artıq bunu bölə bilmirik. Deməli, qalığımız oldu 4. C variantı. Aşağıdakı ədədlərdən hansı 3'ə bölünür? 3'ə bölünmə əlamətini xatırlayırıq. Rəqəmlərin cəmi 3'ə bölünən ədəd 3'ə bölünür. İndi baxırıq bu rəqəmlərin cəminə. 6 üstünə 2, 8, üstünə 2, 10, üstünə də 5, 15. Elə bu bölünür. Bilirik ki, 15 bölünür. Deməli, A variantındakı ədəd bölünür. Digərlərinə də baxaq. 1'in üstünə 1, 2, üstünə 4, 6, üstünə 2, 8, 8 3'ə bölünmür. 1'in üstünə 3, 4, üstünə 8, 12, 12 üstünə 7, 19 da bölünmür 3'ə. 1'in üstünə 9, 10, üstünə 6, 16 da bölünmür 3'ə. 51'ə baxaq. 1 litr portağal suyu üçün 12 portağal lazımdır. 648 litr portağal suyu üçün neçə portağal lazımdır? Bunu tapmaq üçün nə edərik? 648'i 12'ye vurarıq. Yəni bu 1'i üçündürsə, 648 dəfə çox olacaq 648 litr üçün. Ona görə vururuq. 16 bir yadda, 8 bir yadda, 9, 12. 1'ə vuraq, olur ədədin özü. Toplayaq, 17, 6 bir yadda 7, bu da 7. 7776 B variantı. 52'ye baxaq, hasili tapın. 3, 12, 3, 2, 6, 1 yadda 7, 3, 4'e 24. İndi 9'a vururuq. 9,
36 3 yadda, 18 3 yadda 21, 2 yadda, 8 9'a 72, 2 de yadda 74. 1'e vuranda ədədin özü eləyəcək və toplayırıq. 11 1 yadda, 14 1 yadda, 15 1 yadda, 5 9 1 de yadda, 10 1 yadda, 11 yadda, 11 1 yadda, 15 1 de yadda, 16. 1 milyon. Burada hardasa səhv eləmişəm. Bir də baxaq. Deməli 4'ün üstünə 1 5, üstünə 4 9, bir de yadda 10. 1 yadda. 2 üstünə 4 6, üstünə 2 8, bir de yadda 9. 7 ilə 8 toplayanda 15. 1 milyon 590 min 513. A variantı. Qisməti tapın. Bunun üçün sıfırları silərik, 72'ni 8'e bölərik, o da eləyir 9. D variantı. 54'ə baxaq. Mehran hər gün 36'nın 2 qatı qədər səhifə kitab oxuyarsa, 432 səhifəlik kitabı necə gün oxuyar? Əvvəlcə 36'nın 2 qatını tapırıq, yəni 2'yə vururuq və eləyir 72. Hər gün 72 oxuyur, kitab səhifə sayısı 432'dir. Bölməklə taparıq ki, neçə günə bitirər? Bu da eləyər 6 dəfə. 6'nı 2'yə 12 1 yadda, 7'yə vuranda 42, 1 də yadda 43. Cavab 6 B variantı. Keçdik səhifə 57'yə, 55-ci suala baxırıq. Hasili tapın. 8'i 9'a 72, 7 yadda. 4'ə vuranda 32, 7 yadda 39, 3 yadda. 8'i 3'ə 24, 3 də yadda 27. İndi keçək 2'yə vurmağa. 2'ni 9'a 18, 1 yadda. 2'ni 4'ə 8, 1 yadda 9. 2'ni 3'ə 6, heç nə yadda yoxdur, elə 6 yazırıq. İndi 7'ni vurmağa keçək. 7'ni 9'a 63, 3 yazırıq, 6 yadda. 7'ni 4'ə 28, 6 da yadda 34, 3 yadda. 7'ni 3'ə 21, 3 də yadda 24. İndi bunu toplayaq. 2, 17, 19 1 yadda 20, 2 yadda 12, 2 yadda 14, 4 2 yadda 6, bu da 2. 2 milyon. Çox oldu. Daha doğrusu 264.072. Burada yenə səhv eləmişəm. Burada 1 yaddadır. 6'nın 4'ün üstünə 1 yadda gəlir. 5 254.072. Bu da A variantındadır. 56'ya baxaq. İfadəsində x-in yerinə yazıla biləcək ən böyük ədəd neçədir? Bunu tapmaq üçün bundan bunu çıxacaq. 12'dən 9 3. Yine bayaqki sual kimi artıq təkliyi tapdıqsa, əslində cavabı tapa bilərik. Bu digərindən kiçik olmalıdırsa, bu 3 ilə qutarırsa, bunda təkliyi bir vahid kiçik olur, yəni 2 ilə qutarmalıdır. Deməli düzgün cavab C idi, amma yenə də sona kimi hesablayaq. 12'dən 9 çıxdıq 3, 11'dən 9 çıxırıq 2, 11'dən 9 çıxırıq 2, burada da 1 qalır. Cavab 1123 eləyir. Bundan da kiçik ən böyük ədəd 1122'dir. C variantı. Ana oğlundan 30 yaş böyükdür. Onların yaşları cəmi 50 olarsa, ananın yaşının 2 qatını tapın. Deməli, bunu tənli ilə həll edəcəyik, tam hissə modeli ilə. Çünki nə ananın yaşını bilirik, nə oğlun yaşını bilirik. Oğula x qoyuruq az olana. Ana bundan 30 yaş böyükdürsə olur x üstəgəl 30. Və bunların cəmi 50 yaşı var. Tənlimizi yazırıq. X üstəgəl x üstəgəl 30 bərabərdir 50'yə. 2x bərabərdir. 50'dən 30'u çıxırıq. 20 eləyir. X-i tapmaq üçün 20'ni 2'yə bölürük 10. Biz uşağın yaşını tapdıq 10'dur. Ana isə ondan 30 yaş böyükdürsə, onun üstünə 30 gəlirik. Ananın da 40 yaşı var. Ananın yaşının 2 qatını soruşur. 40'ı da 2'yə vururuq. 80 edir. B variantı. 58'ə baxırıq. 3510 ədəd stikeri 45 səhifəyə bərabər sayda yapışdırmaq istəyən Jale hər səhifəyə neçə stiker yapışdırmalıdır? Bunu tapmaq üçün böləcəyik. 3510'u 45 yerə bölürük. 35'i bölə bilmirik. 351'i bölürük. 351'i böləndə 9 çox olar. 8 dəfə
götürsək 8-i 5-ə 44 yadda, 8 4-ə 32, 4 yadda 36. Bu da çox oldu. Ona görə 7-ni götürürük. 7-ni 5-ə 28, 35, 5 yazırıq 3 yadda. 7-ni 4-ə 28, 3 də yadda 31. Çıxırıq 11-dən 5, 6, 4-dən 1, 3, 36, 0-da gətiririk. 360-ı bölündə 8 dəfə düşür. 8-i 5-ə 40, oranda 4, 32, 4 də 36. Cavab 78 edir. Sonra 59-a baxaq. Ayda 1236 dəqiqə pianino çalan Günay 3 aya neçə dəqiqə pianino çalar? Bir ay verib 3 ay soruşursa, təbii ki 3-ə vuracaq. 1236-nı 3-ə vururuq. 18 bir yadda, 9 bir yadda 10, 6 bir yadda 7, bu da 3. 3708 və 60-cı sual. Su zavodundan gün ərzində mağazalara 40 min litr su daşınması planlaşdırılır. Gün ərzində zavodun yük maşınları ilə 298 litr olmaqla 123 reys su daşındı. Planı doldurmaq üçün daha neçə litr su daşınmalıdır? Deməli, gün ərzində deyir 298 litr olmaqla 123 reys su daşındı. Yəni 123 dəfə reys, yəni dəfə deməkdir. Yəni bu qədər su daşınıbdır. 123 dəfə aparılıbdır və hər dəfə də 298. Deməli, gün ərzində nə qədər su daşınıb tapmaq üçün 123-ü vururuq 298-ə. 8-i 3-ə 24, 2 yadda. 2-yə vuranda 16, 2 yadda 18, 1 yadda. 1-ə vuranda 8, 1 də yadda 9. İndi 9-u vurmağa keçək. 9-u 8-ə 27, 2 yadda. 2-yə vuranda 18, 2 yadda 20, yenə 2 yadda. 1-ə vuranda 9, 2 də yadda 11. İndi 2-yə vuraq. 2-ni 3-ə 6, 2-ni 2-yə 4, 2-ni 1-ə 2. İndi toplayaq. Burada yer qalmadı. 4 gəlir aşağı. 8-dən 7, 15. 9-dan 6, 15, 1 yadda 16. 1-dən 4, 5, 1 yadda 6. 1-dən də 2, 3. Bu qədər su daşınıbdır. Amma bu qədər daşınması planlaşdırılırdı. İndi bundan da bunu çıxıb tapırıq ki, daha nə qədər daşınmalıdır. 40 mindən çıxırıq 36.654'ü. Necə çıxırıq? 0-dan 4 çıxmaq olmur. Buradan buna, bundan buna, bundan buna veririk və burada olur 10. 10-dan 4'ü çıxırıq 6. Bu sıfırlarda isə 9 qalıb. Çünki biri digərinə verdikcə bunlarda 0 qalıb. Bunu ətraflı izah edirəm ki, çox zaman bu uşaqlar bu misalları səhv hesablayırlar nədənsə. Ona görə izah etmək istədim. Bunların hər biri 9 olaraq qalıb. 4-dən 1-in vermişik. 4-də isə 3 qalıbdır. Ona görə bunlarda 9-dan çıxacaq. 9-dan 5-in çıxırıq 4. 9-dan 6-ın çıxırıq 3. 9-dan 6-ın çıxırıq 3. Burada 3 qalıb. 3-dən də 3-ün çıxırıq 0 yazmırıq. Yəni cavab 3346 litr edir. Bəli, monitoring 5-də sualların axırına gəldik, çatdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.